cəmaət elə bir ki, şeir görməmişdi, elə bir ki, mən nə yazıram ki, yəni məni bu qədər müzakirə edirsiniz ki. Mən elə o yazını şairlərimizdən öyrənmişəm. Artıq bunlarda bu qısqanclıqdan doğur. Məni tənqid edən insan kimdir? İstəmişəm onu tanıyım, amma tanımağıma peşman olmuşam. Amma mən o, necə deyək, vəhşi oxucuların içinə mən girə bildim də mən. Onları mən əhliləşdirdim. İndi də məndə kitabımı istəyirlər ki, biz sizin kitabınızı hardan alaq, axtarırıq, çox yazırlar. Doğrudan da mənim şeirlərimin təhlilə ehtiyacı var. Yəni mənə deyirlər ki, Elza xanım, nə olar, siz bizə şeirlərinizin açmasını deyin də, biz onda rahat oluruq. Yoxsa narahatıq. Toya gedirəm, məndən şeir istəyirlər. Ona deyirlər ki, şeir qanarları bu qədərdir. Deyək ki, düz gedir ki. Bəzi sənətkarlar satılıblar. Biz onları göylərə qaldırmışıq, xalqımız, dövlətimiz. Daha təqaüd alırlar, ona alırlar, evlər alıblar, maşallah da, hər şeylər var. Amma görürəm ki, yenə də satılıblar. Demək, pul bu qədər şirindir, yoxsa biz yanılmışıq, onlar sənətkar deyirlər, biz onları qaldırmışıq. Pul şirin şeydir, düzdür. Amma sizdən də çox bizim pula ehtiyacımız var. Sizin pula ehtiyacınız yoxdur bu dəqiqə. Elza xanım, xoş gördük. Xoş gördük. Elza xanım, sizi digər sənətkarlardan fərqləndirən əsas xüsusiyyət nədir? Əsl həqiqət odur ki, bütün sənətkarlar, sözün əsl mənasında, əgər sənətkardırlarsa, hamı bir-birindən fərqlidir. Ona görə də ayrı-ayrılıqda onlar hamısı nümunə ola bilirlər, maarifləndirirlər. Bir məktəb olaraq onlar yəni ki, təkrarlanır. Baxmayaraq ki, bu qədər çox sənətkarlarımız var, yəni ki, saysız hesabsız. Bir müəllimin tələbələri olsalar belə, ancaq hamısı fərqli-fərqlidir. Yəni Qara Qarayevin o qədər tələbələrindən, amma görürsünüz, onun bəstəkarlar hamısı öz yolları var ayrı-ayrılıqda. Özü olanlar. İnsan elə necə doğulursa elə olmalıdır. Yəni istedadlar. Sonra onlar elə bir ki, necə deyim, sanki bir balaca bir yumaqdır. Məsələn, o dolanır da, elə bir rəngli bir top nağılı var idi. Belə rənglərə dolana böyüyür də belə. Yəni ki, mən də fikirləşirdim ki, əvvəllər mən niyə beləyəm, mən niyə belə yazıram, bəstələyirəm. Mən də istəyirəm ki, hamı kimi bəstələyim. Hətta çalışmışam ki, elə hamı kimi bəstələyim. Görmüşəm, məndə elə alınmır da, mən beləyəm də, məndə budur. Hətta bir neçə insanlar da, ziyalılar, görkəmli xadimlər mənə deyirlər ki, heç sən çalışma da dəyişməyə. Axı səni kimi də heç kəs bacarmır da olmağı. Əgər sən belə olmasan da biz bunu hardan götürə bilərik də, bu səndədir də yəni. Onda artıq mən ürəklənmişəm, yəni ki, daha əmin olmuşam özümə. Fikirləşmişəm ki, hə, bu mənəm də, bu mən deyiləm əslində. Yəni bu məni vasitəmlə Allah, yəni ki, bu çalarları da mənim vasitəmlə elə bir ki, Allah gətirib çatdırır da yəni insanlara. Elə söhbət düşmüşkən, baxın, sizi yazmaqdan, sənətdən də son 5-6 ildir, bəlkə deyək bir 10 ildir, Elza xanım, sizin açığını tam səmizəm, şeirləriniz diqqət çəkir də. Bir qism düşünür ki, Elza Seyidcahan bunu gündəmdə qalmaq üçün eləyir. Bir qism düşünür ki, Elza Seyidcahan əslində o əvvəllər necə vardı, satirada tənqid edirdilər də, tənqid edir. Elza xanım, indi sualı sizin özünüzə verirəm də. Bu 5-6 il bu yazılan şeirlər, yazılmağın əsas məqsədi nədir? Əslində mən yenə də deyirəm, biz necə, məsələn, elə bəstəkar olub ki, dahi bəstəkarlarımızdan. O 200 il onu heç kəs tanımayıb. Hətta bizim elə dahi bəstəkarlarımız var ki, Chopin onu heç tanımayıb o bəstəkarı. Yəni 200 ildən sonra o üzə çıxıb, yəni ki. Və mən, yəni ki, əslində mənim də şeirim uşaqlıqdan mən yazsam da şeirləri, ilk dəfə şeirlərdən başlamışam. Amma mənim şeirlərim 2013-cü ildə söz-söhbətə səbəb oldu, müzakirələrə səbəb oldu. Çünki mən üzə çıxartmırdım şeirlərimi. Şeirlərim uşaq vaxtı gedərdim Şairlər Dərnəyinə. Yəni ki, şairlərimizin yaradıcılıq gecələri olurdu. O vaxtlar olurdu. Orada mən şeirlər söyləyirdim. Və yazırdım da şeir. Və sonra mən artıq musiqi məktəbinə gedəndə dərslərim ki, çətin oldu. Şeiriyyatı qoydum elə bir müvəqqəti də bir kənara. Sonra illər keçdi, yenə o şeirlərimdən mənim yəni ki,
söyləyəndə bu böyük müzakirəyə səbəb oldu. İnsanlara maraq doğurdu və insanlar elə bil ki, sanki şeir yazan yox idi. Cəmaət elə bil ki, şeir görməmişdi. Elə bil ki, bu da bizim poeziyamız, zəngin, necə deyərlər, ədəbiyyatımız. Mən nə yazıram ki, yəni məni bu qədər müzakirə edirsiniz ki. Mən o şairlərimizi oxuyandan sonra şeirlərini, sonra fikirləşirəm ki, elə bil ki, elə mən onları oxumuşam, belə özümü onlara oxşatmışam, yəni onlardan öyrənmişəm belə yazmağı. Siz elə bilirsiniz ki, mən yenilikçəm, yox. Mən elə o yazılı şairlərimizdən öyrənmişəm. Yəni yazıblar. Əhməd Cavadın bir dənə şeirini oxudum, Bismillah. Yəni ki, hətta özümü qınadım ki, mən hələ şairlərimizi daha yaxşı tanımıram. Məsələn, Əhməd Cavadı mən elə tanımırdım, daha sevdim Əhməd Cavadı. Hətta Əhməd Cavadı oxuyandan sonra biraz da ürəkləndim ki, Elza, sən şeir yazmalısan. İnanırsınız? Halbuki mən baxıram şairlərdə, köşə yazılarında, bəzi yazarların yazılarını mən oxuyanda görürəm ki, çox açıq-saçıq yazırlar, çox belə, necə deyərlər, çalışırlar ki, elə yazırlar ki, istəyirlər ki, bunlar qeyri-adi insan kimi qəbul olunsunlar və elə yazırlar ki, bunlardan danışılsın, elə yazırlar ki, bunlar, necə deyim, hətta bir şair yazıcı olmuşdu ya, oğlan, üzr istəyirəm, kitab təqdimatında qeyri-adi geyinmişdi. İndi yadıma gəlmir, neçə il bunu, bir 10 il olar. Bir yazar idi, bilmədim o necə geyinmişdi. Belə bir təhər qalstuku, nə bilim, üzr istəyirəm, mayka ilə taxmışdı, neynəsə, şeirin, kitabının təqdimatında belə bir yenilik eləmişdi. Belə şeylərə də əl atırlar, nə bilim, saqqal saxlayırlar, bığ saxlayırlar, bakımbartlar, saçlarını buruq-buruq uzadırlar, yığırlar arxadan. Ki, bunlar axır bir nəzərə çarpsınlar da, bunların yazıları oxunsun. Hətta mən doğrudan da bir neçə dəfə özüm bir maraq üçün demişəm ki, bəziləri də hətta doğrudan da məni çoxları tərifləyiblər, sağ olsunlar, tanımadığım insanlar, gözəl açıqlamalar, gözəl, necə deyərlər, öz tədqiqatlarında bir şeir üzərində öz fikirlərini söyləyiblər, çox hörmətli yazarlar. Buradan hamına da təşəkkürümü bildirirəm. Heç onları həyatda bir dəfə də onlarla qarşılaşmamışam. Ancaq elələr də var ki, görmüşəm ki, tənqid edir. Mənə göndərəndə mən maraqlanmışam. Görüm, məni tənqid edən insan kimdir? İstəmişəm onu tanıyım. Amma tanımağıma peşman olmuşam. Demişəm, gör kim məni tənqid edir. Mən öz vaxtımı gör kimə sərf elədim, onu mən yazısını oxudum. Yəni, deyərdim ki, yazısı da heçdir, boş, cəhəngiyat, yəni ki, cahillik, ondan oğurlamaq, bundan oğurlamaq, ondan oğurlayıb, özündə də heç bir şey yoxdur. Sanki kimisə tənqid edir ki, ona görə bu nəsə bilirmiş, amma heç nə də bilmir. Əgər o bir şey bilsəydi, tənqid eləməzdi, təhlil eləyərdi. Bilənlər təhlil eləyirlər. Tənqidi də artıq o təhlilin içində elə, o tənqid də o təhlilin içində olur. Artıq bunlarda bu qısqanclıqdan doğur. Belə, bir də ki, mən deyirsiniz ki, şeirlərimlə gündəmdəyəm. Heç mən qısqanmıram, öz balamdır da, nə olsun ki, bəstəkarlıq da mənim evladımdır, müğənnilik də mənim evladımdır, şairlik də mənim evladımdır. Əgər mənim evladlarımdan, yəni şeiriyyatım irəlidədirsə əgər, insanları o, necə deyərlər, maraqlandırırsa, nə xoş mənə. Tam səmimi sual verirəm sizə. Siz düşünürsünüz ki, Azərbaycan izləyici və Azərbaycan tamaşaçısı həmin qeyri-adiliyə hazır idi? Hazır deyildi, amma ki, mən çox sevinirəm ki, onları mən əhilləşdirdim. Heyvanı deyir, əhilləşdirəndən sonra manejdə, o sirkdə onunla ünsiyyətdə ola bilərsən də, yəni heyvan səni parçalaya da bilər, düzdür? Əhilləşdirirsən, səni parçalamır. Amma mən o, necə deyir, vəhşi oxucuların içinə mən girə bildim də mən. Onlar məni başa düşdülər. Onlar mənim fanatlarıma çevrildilər. Onlar məni şeirlərimi, səhnəciklər, yəni ki, vaxtlarını sərf elədilər. Yəni ki, onun fəlsəfəsini açırlar hələ də. Yəni mən başqa cür düşünürəm, onlar görürəm ki, çox insanlar var ki, hətta pandemiyada o insanları, mənim şeirlərim, yaradıcılığım ümumiyyətlə, musiqilərim əlbəttə ki, öz yerində, onları intihardan, onları stressdən, depressiyadan, xəstəlikdən xilas etdi. Yəni ki, onlar özləri bunu mənə etiraf ediblər. Yəni ki, mənim evimə xəbər gəlib, mənim evimə, yəni ki, məndən xahiş ediblər ki, bizə kitabı, indi məndə kitabımı istəyirlər ki, biz sizin kitabınızı hardan alaq, axtarırıq, çox yazırlar. Ancaq mən onları başa düşürəm.
Yəni ki, inşallah yeni kitabım çıxanda orada yeni şeirlərim də olacaq. Doğrudan da mənim şeirlərimin təhlilə ehtiyacı var. Yəni mənə deyirlər ki, Elza xanım, nə olar, siz bizə şeirlərinizin açmasını deyin də, biz onda rahat oluruq, yoxsa narahatıq. Amma burası da var ki, bir dəfə bu yaxında mən Bakı kəndlərinin birində qadınların məclisində idim. Mənə dedilər ki, bizə şeir söyləyərsən də. Dedim ki, əlbəttə söyləyərəm. Düzdür, çox yerdə məndən, tədbirlərdə məndən, daha da çox şənliklərdə, toya gedirəm, məndən şeir istəyirlər. Hətta əl çəkmirlər. Mən də onların qulağına, köməkçimə deyirəm ki, onların qulağına elə bir qonorar deyirəm ki, onlar qaçsınlar. Ona deyirəm ki, şeir qonorarı bu qədərdir. Deyək ki, düz gedir ki. Sonra, amma bu Bakı kəndində qadınlar mənə deyəndə ki, bizə şeir söyləyərsən, mən söyləyəndə, şeirimi danışanda başladım bunları açmağa. Dedi, bizə deyir, təhlil eləməyinə, biz hər şeyi çox gözəl anlayırıq. Yəni, biz deyir, hər şeyi çox gözəl başa düşürük. Siz sadəcə bizə şeirlərinizi səsləndirin. O şeirlərinizin içərisində tənqid olunanda məyus olduğunuz hansı şeirdir ki, yəni bu şeir bu qədər tənqid olunmamalıdır, amma o çox tənqid olundu. Hansı şeirdir o? Vallahi heç bir mən şeirimdə tənqid insanlar var ki, yaxşı tənqidin, yəni ki, deyirəm də o insanlar var ki, tənqid üçün bilirsə necə sino gedirlər, məni tənqid eləsinlər. Oldu insanlar var bilə-bilə bir-birlərini tənqid edirlər ki, bunlar gündəmdə qalsınlar. Yəni tənqid, mən tənqidə açığam, təhqir olmasın. Tənqiddə nə olub ki, yenə də bu sözü mən istifadə, yəni ki, səsləndirmişəm. Dahi Qara Qarayev deyib ki, mən tənqidçiləri qızıl axtaranlara bənzədirəm. Əsl tənqidçilər sübut edəcək dərəcədə izah etməyi bacarmalıdırlar. Tənqid edirsən, izahlı etkinə. Yoxsa ki, hə, Elzadan xoşum gəlmir, mən bunu bəyənmirəm. Üzr istəyirəm, öz görünüşünlə, öz həyat tərzindən Elzanı bir ölçürsən, Elzanın yaradıcılığını. Nə yaşamırsansa, onu məndə görürsənsə, nə xoşum elə, mən sənin içini açmışam da, düzdür. Yəni, mən hərdən deyirəm ki, ümumiyyətlə, yaradıcılıq bilirsiniz nədir? Yaradıcılıq insanın iş dünyasını, insanda nə yoxdur, ondan danışır. Və mən deyirəm ki, bəzən insanlar heç belə bir də xərc çəkib, check-up getməsinlər də uziyə. Mənim şeirimi oxuyanda onun iç dünyası açılır. Əlbəttə, mahnılarımda da bu var, amma xüsusən də şeirlərimdə o özü bilməyəkdən öz iç dünyasını açır. Çünki mən orada bir neçə qatlardır da. İndi mən əgər yazıramsa, mən gördüyüm qatı yazıram, amma onun alt qatını da görürəm. Deyirəm, hə, mən bunu belə yazdım, amma bunu belə də fikirləşə bilərlər. Sonra deyirəm, qoy fikirləşsinlər. Mən ki, onu deməmişəm. Onsuz da nəsə fikirləşəcəklər də, qoy fikirləşsinlər. Mən onu demişəm. Eybi yox, sən birinci onu fikirləş, yuxarını fikirləş, sonra aşağıya keçkinə. Üzr istəyirəm. Amma yox, o birdən belə keçir, alt qatlara keçir, yəni ki. Yəni ki, mən onu istəyirəm qaldırım yüksəklərə, amma o özünü aşağıda görürsə əgər mən, əlbəttə ki, onun fikrinə mən hörmətlə yanaşıram, yəni. Elza xanım, düşünürsünüz ki, sənətkar sözü, biraz elə bil ki, o söz ucuzlaşıb. Düşünürsünüz, ucuzlaşdırıblar indi onu? İndi, bəli, necə deyim, nə qədər də ucuzlaşdırsalar, yəni, əsas odur ki, sənətkar özünü ucuzlaşdırmasın. Düzdür, sənətçi deyil, sənətçi, xoşum gəlmir o sözdən. Var ifaçılar, həvəskarlar, bir də var sənətkarlar. Yəni, sənətçi deyə bilərlər, yəni, hələ ki çalışanlar, amma əsl sözün mənasında sənətkar, hər adama da sənətkar deməzlər, yəni. Və bir də ki, mən inanmıram ki, sənətkarları ucuzlaşdırırlar. İnsan əgər özünü ucuzlaşdırmazsa, onu heç kəs ucuzlaşdıra bilməz. Düzdür, biz də qarşılaşmışıq bəzi, indi bu son günlərdə özünüz gördünüz də televiziya kanallarında bəzi aparıcılar tuzaq qururlar deyir öz gündəmlərinə görə. Olur, amma onu kənardan çox gözəl hər kəs görür, bilir ki, kim kimə qarşı necədir. Əgər bir insan kimisə alçaldıb onun üzərində özünə nəsə gündəm qazanmaq istəyirsə, əlbəttə ki, bu tamaşaçı tərəfindən çox gözəl görünür. Bizim tamaşaçılarımız o qədər diqqətlidirlər ki, o qədər səlisdirlər ki, o qədər dərin düşüncəlidirlər ki, bugünkü gündə mən çox təşəkkürümü bildirirəm ki, bəzi sizi kimi YouTube kanallarında olan bu verilişlər, bəzi televiziya verilişlərindən qat-qat maarifləndirici və hörmətli sayılan verilişlərdir.
Çox sağ olun. Təşəkkür edirəm. Mən buna görə çox sevinirəm. Elə ona görə də mən bu gün sizin verilişinizdəyim. Çox sağ olun. Elza xanım, siz çox səmimi bir insansınız. Həmişə bilirəm ki, çox səmimi danışırsınız. Amma bəzən səmimiyyət insanı bir müddətdən sonra peşmançılıq yaşadır ki, mən gərək o fikri deməyəydim, ona tənqid eləməyəydim. Sizi televiziyalarda deyərdim ki, elə cəmiyyət içərisində tez-tez görürük, tənqidlər edirsiniz. Bu etdiyiniz tənqidlər içərisində peşman olduğunuz olubmu ki, kaş o sözü orada deməyəydim? Bizim elə bir sözün düzü hərdən bilsə nəyə görə kaş deyirəm. Deyirəm kimisə istəmirəm xətrinə dəyim, amma heç nə yanlış deməmişəm, hər şeyi düz demişəm. Məntiqlə deyirəm, fikirləşirəm bir sözü. Yəni ki, bəzən mənə deyirlər ki, mən safam, mən elə bilirlər ki, mən musiqidəki emosionalam, yəni ki, rus dilində ehtiraslıyam. Elə bilirlər ki, mən durduğum yerdə nəsə deyərəm. Əksinə mən qəti elə deyiləm. Mən çox təmkinliyəm, çox belə sezirəm, fikirləşirəm. Nənəm rəhmətliyin bir sözü var idi. Dedi, sözü deyir, əvvəl fikirləşin, sonra deyir, ağzınızdan çıxardır. Çünki söz çıxdı ağızdan, sənin deyil. O verilişlərdə görmüşəm ki, kimsə belə kəskin demişəm, sonra demişəm, əşi, onu vermək istəmirəm, xətrinə deyim. Özünü görəndə deyərəm. Özünü görəndə deyərəm. Oradan demir. Dost elə olmalıdır. Bəzən mənim bəzi dostlarım var, görmüşəm ki, bu mənə dost deyir. Mənimlə çörək kəsir, mənimlə layihəsi var. Durub mənə efirdən söz göndərir ki, misal üçün. Elza, yəni, sən bunu belə eləmə. Deyirəm ki, bu necə dostdur ki? İndi bu mənim yaxşılığıma deyir. Sən mənə dostsansa, sən elə mənə zəng vurub onu da deyə də bilərsən, düzdür? Efirdən deməyin, düzdür. Sən, özü də ki, sən səhv danışırsan. Yəni, düz danışırsan, deyərəm mənə düz danışır. Düz danışmırsan, hələ səhv düşünə-düşünə, sən bunu mənə efirdən də deyirsən. Görmüş ki, sən mənə dostumsan, məni istəyib deyirsən. Sən mənim dostum olsan, belə ağzın üzr istəyəm, qanla da dolu olsa, sən onu efirdə deməməlisən. Deməlisən ki, hə, kimsə deyəndə deyək, keçin başqa suala, misal üçün. Mən məsələn, dostlarım haqqında belə fikirləşirəm. Onu mən taxsiri olanda, mən ona təklikdə zəng vururam, deyirəm, belə ehtiyatlı ol, bu belə, bu belə, bu belə. Tabii mən onu efirdən demirəm. Elə şeylər olur ki, doğrudan onlar mənim xətrimə deyirlər. Sənət dostlarım vardı mənim. Görürəm, onlar doğrudan mənim xətrimə deyirlər. Satılırlar, deyirsən, bir ağlar dedin ki, sənətkar olmaq adını saxlamaq asandır. Asan deyil, amma bəzi sənətkarlar satılıblar. Doğrudan ha. Biz onları göylərə qaldırmışıq, xalqımız, dövlətimiz onları bizə nələr edir, daha nələr verməyiblər onlara. Daha təqaüd alırlar, ona alırlar, evlər alıblar, maşallah da, hər şeyləri var. Amma görürəm ki, yenə də satılıblar. Demək, pul bu qədər şirindir, yoxsa biz yanılmışıq, onlar sənətkar deyirlər, biz onları qaldırmışıq. Öyle sözün bayanlığına gətirirdim ki. Ola bilsin sənətkar olmayıblar. Biz onları qaldırmışıq, yanılmışıq və ya da ki, onlar tamakarlığından belə olurlar, ya da ki, sadəlöflüklərindən. Yəni ki, olur da sadəlöf adam, onu idarə edən adam lazımdır. Ağılları elə işləyir də, uşaq kimi. Gedir, məhdər qaldırım, 2 dəqiqənin içində bunlar elə satılırlar ki, pul şirin şeydir, düzdür. Amma sizdən də çox bizim pula ehtiyacımız var. Sizin pula ehtiyacınız yoxdur bu dəqiqə, həmin o satılan. Və o sənəti ki, olmayanlar ki, gəliblər bu camiyyəyə daxil olublar, onların da əlində həmin o sənətkarlarımız fürsət verirlər çox asanlıqla. Ki, yəni, əvvəl bir də görürsən ki, gəlir bir sənətkarlara, onlar bir nəvazişlə, bir diqqətlə, hörmətlə yanaşırlar. Hələ ki, bizim o bir-iki dənə sənətkarlarımız ki, satılıblar da onlara da, yəni gedirlər onların tədbirlərində, onların tədbirə getmək olar, nə olar getmək olar, amma ki, baxır necə getmək olar da, yəni. Artıq onlar ona dəyişirlər ki, mən sənətkaram, bilirsiniz, mənim ad yüzümə kim gəlmişdi, filan kəs gəlmişdi, mən demək sənətkaram, misal üçün. Bilirsiniz, mən kim efirdən zəng vurdu, mənim haqqımda fikir söylədi, mən sənətkaram, misal üçün. Amma halbuki onların o addımlarını pulla, ödənişlə alırlar və ona görə də mən bəzən deyirəm ki, eybi yox, öyrənsinlər gənclər deyəndə ki, baxanda gənc də deyirlər, bu sənəti öyrənmək üçün ana bətrindən öyrənirsən. Gənc gəlib, deyir, yəni 40-ında öyrənədir, yorunda çalar, bir məsəl var. Axır gəlmişsiniz bura, girmişsiniz də bura. İndi özünüzü düz aparın. Yəni ki, düz aparmaq üçün də öyrənin, qayda qanunu oxuyun, yəni ki, eybi yox, çətin də olsa, yəni xəbərdar olun da, yəni xəbərdar olandan sonra özünüz artıq
tanıyacaqsınız özünüzü. Biləcəksiniz ki, siz nəyi düz eləmisiniz, nəyi düz etməmisiniz. Yəni özünüzün tənqidçisi olacaqsınız yaxşı mənada. Bax mən necə özüm tənqidçiyəm, fikirləşirəm bir şeyə yazan kimi özüm qoyuram qarşıma. Fikirləşirəm ki, hə mən bunu nə olsun yazmışam. Baxın görün bu necədir. Nəyəsə oxşamır. Kimləsə oğurluq deyil. Vallahi mənim elə əsərlərim olub ki, mən bəstələmişəm. Heç o mən əsəri bilməmişəm, amma mənə kimsə deyib ki, bu bir filan musiqiyə oxşuyur. Baxmışam, görmüşəm doğrudan oxşuyur. Mən onu çıxartmamışam. Demişəm oxşuyur. Mən kimə sübut edəcəm ki, oxşuyur da misal üçün. Və necə deyim, buna görə deyirəm ki, yəni həmin o bəzi sənətkarların hərəkətləri insanları çaşbaş qoyur da, yəni çaşdırır. Yəni bax, orada biraz da sizdə də səhv var Elza xanım. Bilirsiniz niyə? Bax, siz danışmayanda, siz tənqid eləməyəndə, siz bəzən efirlərə gəlməyəndə, ay bu sözü desəm, bir də bunun xoşuna gəlməz. Ay bu sözü desəm, nə bilim, o məndən bir reytinq qazanar. Sizin kimi insanlar geri çəkiləndə, bax, o kimi insanların efirdə də, həyatda da, hər yerdə ayağı açıb özlərinin... Yəni, mən heç vaxt geri çəkilməmişəm, danışmışam. Verilişlər görsədə bağlandı. Amma mən neçə ildə danışırdım. Deyirdim ki, mən həmişə deyirəm ki, danışıqda qüsur var. Gələcəm, gedəcəm, Azərbaycan. Qarabağ Azərbaycandır. Bu nə deməkdir? Axı, bunu həyatda danışa bilərsən. Sən gəlib studiyada bunu zapis etmisənsə, bunu bütün məktəblərdə, hər yerdə bunu oxuyurlar. Əlbəttə, şüarımızdır. Ali Baş Komandanımızın dediyi. Benim o Qarabağ Azərbaycandır deyib, Qarabağ Azərbaycandır. Amma mahnıda hər dəfə o mahnını eşidəndə mən qulaqlarımı tuturam, deyirəm, düzdür, sözlər yaxşıdır, adam istəyir qulaq assın. Ancaq ki, belə musiqi xoşuma da gəlməsə, amma sözlərə görə deyirəm ki, burada sözlər var da, şüarımız var. Amma ki, Qarabağ Azərbaycandır, bu böyük bir səhvdir. Əgər elə deyilsə, bu yaxında bizim Ulu Öndərimizin biz baxırıq da onun çıxışlarına hər dəfə görürsünüz. Bir dənə hərbiçiyə dedi ki, keşfiyyat yox, kəşfiyyat. Dedi, kompüterdə yoxdur, dedi, yoxdur, deyir, onu oraya edin. Deyir, ola bilər kiminsə ləhcəsində keşfiyyat olar, amma yazıda kəşfiyyatdır. Və həmişə də bizim dialektimiz, ana dilimiz həmişə dövlət tərəfimizdən qorunub, tərənnüm edilib, təbliğ edilib. Yəni, dil bilmək ayıb deyil, rus dili, ingilis dili bilmək olar, nə olsun ki, amma Azərbaycan dilimizi biz təmiz bilməliyik də, ana dilimizi. Mən bunu həmişə efirdə danışanda mənə deyirlər ki, Əşrəf bəsdir də, niyə elə deyirsən, çox elə danışır, görsən ki, heç kəs fikir vermir, sən də özünə niyə düşmən qazanırsan və yaxud da ki, bayağı mahnılar haqqında mən dahi üstümə gəldilər, yeri gəlmişkən, mən kəskin danışdım, hətta mənə dedim ki, mənə o haqda sual verməyin də, mən ümumiyyətlə o haqda danışmaq istəmirəm. O mövzularda mənə sual veriləndə, mən kobud cavab verəndə də elə bilirlər ki, mən kimə qarşı, yəni ki, kobudluq eləyirəm. Amma görürsünüz, zaman gəldi, şişdi, partladı. Nə oldu? Deyir, həm sizin səncən oldu, həm məncən məktəbatda deyirik. Hamı deyir ki, nə qədər danışdınız, görün necədir. Mənim bacım Rasimə xanım münsif verilişlərə gedir də, münsif çağırırlar. Onun reklamlarda inarsınız, onun üstünə gəliblərmiş, onu dövmək istəyiblər. Həmin o, necə deyərlər, yoldan keçən adamları efirə gətirirlər, müğənni olmaq istəyənlər. Onlar bəziləri indi elə reklam oldular, o bəzi verilişlərin sayəsində, amma mənim bacımın üstünə gəliblərmiş. Niyə? Ki, sən bizə bu sözü, kimsən bizə bu sözü deyirsən? Bəzi aparıcılar o şəraiti yaradıblar onlar üçün. Məsələn, mən aparıcı olsaydım, mən onları qovardım efirdən, deyərdim, siz kimsiniz ki, ali savadlı, bəstəkar, yəni ki, vokalist, neçə dənə dil bilir. Belə bir müsifi biz bura maaş verib onu bura gətiririk ki, sən bunlara, yəni bunların haqqında düzgün, dürüst, öz fikrini söyləyinə, yəni ki, bir müəllim olaraq reklamlarda adamın üstünə gəlirlərmiş. Belə hadisələr olunmuş orada. Bəs sizdə nə olub? Sizdə necə o hadisələr olub bəs özünüzdə? Mənə yox, bacıma görə. Mənə ola bilməz. Narazı qala bilərlər, amma ki, bacıma qarşı olub. Mənim bacım da çox maşallah savadlı, təcrübəli, yəni ki, maşallah. Açıq deyək də, at çəkmək istəməyəcəksiniz, bəlkə at çəkmədən qaçacaqsınız. Görürdüm ki, ARV televiziyasında yayımlanan verilişdə
orada münsif kimi iştirak edirdi. O aparıcıyla mən bildiyimə görə Elgiz Əkbər idi. Elgizlə də sizin çox gözəl münasibətiniz var. Mən Elgizi çox istəyirəm. Elgiz mənim deyərdim, həmişə mən Elgizə qardaşım bax deyirəm. Yəni ki, niyə görə? Elgizlə bizim konsertimiz olmuşdu. Bir damcı su. O vaxtı mətbuat günündə, ilk dəfə mətbuat günü keçiriləndə çünki bizim mətbuat işçilərimizə ev hədiyyə oldu cənab prezidentimiz tərəfindən. Mən də məndə bir kitab var idi, Bir damcı su. Əli Polad bəyin kitablarından biri idi. O kitabın əsnasında mən o kitabı həm hədiyyə verdim. Ramazan ayı idi. Konsert elədim mənim üçün Elgiz. Və mən onda Elgizi bir daha kəşf elədim ki, çox gözəl, rahat mən konsertimi qəşəng yüksək səviyyədə çox insanlar gəldi. Yəni ki, inandırım sizə ki, bəzi konsertlərdə mən konsertdən sonra ancaq ödəniş edirəm. O konsertdə mən qazandığım ödənişlərin hamısını Elgiz elədi. Yəni elə cürə konserti təşkil eləmişdi. Yəni sözümü gətirəm ki, Elgizlə aranızda incilik yaranmadı? Yox. Biz necə aparıcıların zəifliyini mən ona deyirəm. Yaxşı insan ola bilər bəzi aparıcılar. Yəni ki, nə bilim zəifliyidir, nədir? O artıq keçdi, getdi. Mən ümumiyyətlə o barədə danışmıram. Özümdən deyirəm ki, yəni sənətdən sual verirsə, sənət yəni ki, nə deməkdir? Sənətdə hər şey formalaşır da. Orada həm necə deyirlər? Deyirlər ki, filankəsin səsi var. Səsi olmaq az şeydir. Deyirlər, filankəsin bir səsi var, yaxşı səsi var. Nə olsun səsi var? Səsi olmaqla yanaşı onun savadı olmalıdır. Savadı olmaqdan ən birincisi onun tərbiyəsi olmalıdır. Ailədə bir böyük kiçik bilməlidir. Səsim var, elə mən səsimi qışqırım. Mahnıda da oxumaq tərbiyə tələb edir. Mahnıda niyə bəs ştrixləri qoyublar? Forto, piano, crescendo bunlar bəs musiqi terminləri var. Terminlər var, bəli. Necə ki, maşın sürənin qaydası var, oxumağın da öz qaydası var. Yəni demək istəyirəm ki, niyə bəs bizim musiqimizdə belə bu qanun pozunçuluğu olmasın? İnanıram ki, o da olacaq, misal üçün. Radiolarda senzura və yaxud da ki, maşınlarda, mən bunu bir dəfə də demişəm, yəni ki, minirəm də, misal üçün, sürücülərin o dəqiqə maşına minən kimi, demək, bu günlərdə mən maşınsızam, maşınımı satmışam maşınla. İndi köməkçilərimin də maşını var, yəni var. Amma köməkçi maşını var, amma mən taksilərdən də istifadə edirəm. Çünki komfort taksilər var, qəşəng, hörmətlə aparırlar, yaxşı da, yəni rahatdır. Çünki maşını mən sürürəm, özüm cərmə yığıramsa, deyirəm ki, bu mənə sərf eləmir. Elə o maşını cərmələrə verəni taksilərə verirəm, savab da qazanıram da. Yəni demək istəyirəm ki, baxıram maşına minən kimi, deyirəm, nə yaxşı mahnılara qulaq asırsınız siz. Aydın məsələdir ki, səsimin tembrinə o dəqiqə tanıyırlar məni. Deyirəm, çox gözəl, görürəm ki, özünü qəşəng mahnılar çox gözəldir, mənim zövqümə sevinirəm ki, nə yaxşı da. Amma elə maşın var, minirəm, görürəm ki, heç bunun musiqidən xəbəri yoxdur da. Ümumiyyətlə, heç belə, heç özü də bilmir nəyə qulaq asır. Mən buna deyirəm, heç olmasa buna qulaq asmada radioya qulaq asın. Deyir, maşında radio yoxdur. Niyə yoxdur? Deyir, bu Çin maşınıdır, gəlib onu radio quraşdırmalıdır. Məsələn, elə bir qanun olsun ki, maşınların hər birində radio olsun. Niyə maşınlar bizim gündə dünyada olan xəbərləri, vətənimizdə olan gözəl xəbərləri, radioda olan gözəl bayram konsertlərini niyə eşitməsinlər? Bütün günü bu adam 24 saat taksidə gedir, maşında sürür. Bütün günü o, üzr istəyirəm, belə də anlaşılmazsız mahnılara təkrarən qulaq asır. Bir var təkrarən bir musiqiyə qulaq assan bezməzsən sən. Düzdür, insan bezir. Sonra ondan panik atak yaranır onlarda, ondan sonra depressiya yaranır. Özü mahnıların da çoxları belədir, ay nə bilim, yandım, öldüm, nə bilim, necə deyərlər, sən məni atdın. Bir şükür eləmirlər mahnıların çoxunda. Ona da adını qoyublar damar mahnıları. Damar, ona görə də hamısı damarlarını kəsirlər, üzrsə, intiharlar baş verir. Elə mahnılara da çox qulaq asmaq lazım deyil. Şükranı mahnılar olmalıdır. Gözəl, sevincli mahnı, sevinsinlər. Gözəl mahnılar, quşlar, Tofiq Quliyev necə gözəl. O vaxtlar belə Tofiq Quliyev belə mahnılar yazardı. Bakı gözəl şəhər, mehriban, quşlar, quşlar. Sonra üzümün qaşı fürüt. Gör nə gözəl mahnılar yazıblar. Arzular, arzular, arzular. Gör nə gözəl mahnılar. İndi bugünkü gündə ancaq söyüşlər mahnılarda, ezan şeirlərini bəyənmirlər. Hələ bir mahnıların sözlərində bir senzura olsun. Bu nə deməkdir? Bunlar nə deməkdir? Bu sözlər niyə lazımdır?
Niyə lazımdır da? O bəzi mahnıların sözlərində fikir verirsiniz də. Sən mən cinayət, nə bilim, mən səni belə öldürdüm, belə kəsdim, belə doğradım. Belə sözlər mahnılarda yaxşı şeylər deyil. Ötən verilişdə demisiniz ki, mahnımın süni intellektlə səsləndi, ona təzminat davası açacaqsınız, belə eşitdim. Bilirsiniz nə? Süni intellekt oxuyursa əgər, not mahnını oxumalıdır. İndi süni intellektin mən əleyhinə deyiləm. Süni zəkanın daha doğrusu da, intellekt rus dili. Süni zəkanın mən əleyhinə deyiləm, qətiyyən. O da bir necə deyərlər, o da bizim əlimizdə, necə deyək, bir cihazdır da, bir alətdir, başa düşürsünüz? Yəni, yoxlanışdır, baxırsan da süni intellektdən də yəni keçir, o uzu kimi bir şeydir, yəni. Ancaq ki, da bugünkü gündə bir görməmiş kimi nə olub ki, yəni ki, elə bir bunların bəstəkarları yoxdur, o adamlar o süni intellektdən acısı olsun ki, onların belə dahi bəstəkarları yoxdur, misal üçün. Və yaxud da ki, cəmaatı alladırlar. Yəni, süni intellektlə, bir də görürsə, mənə evə mahnı yollayırlar. Ezəxan, mahnı bəstələmişəm, duet oxuyaq da, yollayırlar mənə. Baxıram ki, mən də bilirəm, axı savadını o dəqiqə bilirəm ki, bu süni intellektdir. Deyirəm, özünü ələ salmışsan, məni ələ salmışsan, bu süni zəkadır. Sən mənə göndərmişsən. Sən artıq özünü bəstəkar kimi təqdim edir cəmaata. Və yaxud da ki, mənim son vida mahnımı süni zəkandan ediblər. Tamam dəyişdiriblər. Yarım tonlardan elə bir ki, modulyasiya ediblər. Və o gün görürəm Ramiz Mirişlinin bir gözəl əsərini, nə olsun ki, mən Ramiz Mirişli deyiləm. Mənim bəstəkarımdır, xalqımın bəstəkarıdır. Hə? Niyə onu elə dəyişdirmişsiniz? Bir serialda istifadə ediblər. O məhkəməlikdir. Rəvan Habiloğlu'nun Yalan Dünya, yoxsa Məni satdın nəfsinə Nisa xanım oxuyub. Onu, deyəsən, Yalan Dünyadır. Bir yenə serialda gördüm, əməlli başlı dəyişiblər. Və Ələkbər Tağıyevin bir mahnısı var, aranjman olunub. Mən hətta onu deyirdim. Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gözüm yaşla dolmasın mı? Yəni, onu aranjman ediblər, çox gözəl oxuyublar. Hətta bizim xalq artistimiz oxuyub onu. Amma o mahnıda böyük bir yeri çıxardıblar. Başdan belə veriblər. Başqa bir şey. Amma bunun başlığı belədir. Bunu çıxardılar. Gözüm yaşlı. Bu boyda yer çıxıb mahnıdan. Əsən yerlər, bir dənə bu qalıb. Əsən yerlər, dağları duman alanda, bir bura qalıb. Əsən yerlər, bu boyda yer çıxıb. İndiyənə qədər də çox maraqlıdır ki, bunu bəstəkarın ailəsinə heç kəs bu haqda öz fikrini bildirməyib. Mən hər dəfə o mahnını eşidəndə fikirləşirəm ki, bu mahnı heç oxunmasın da. Çünki niyə görə? Bu mahnı, əgər bu mahnı nəsildən nəsilə bu aranjman keçsə, deyəcəklər ki, bu mahnı elə belə olub. Kəsiblər də əməli başına. Oxuyun, süni zəka ilə də edin. Amma bəstəkar mahnılardan notuna toxunmayın, notu dəyişilməsin. Süni zəkanın qaydaları var. Deyirsən ki, bu notu bir əvə bir, sən bizə bunu təqdim et. Və yaxud da ki, bütün günü süni intellekti dinləyirlər. Salonlara gedirsən, süni intellekti qulaq asırlar. Maşından minirsən, hansısa radioda süni zəkanı, salonlara gedirsən, süni zəkanı verirlər. Mən belə görürəm ki, sərbəstlik verəndə, sərbəstlik o demək deyil ki, sən elə özünü da elə necə gəldi, elə hərəkət edəsən. Yəni, sərbəstlik o deməkdir ki, sən sərbəstlik gözəl şəkildə təqdim edəsən. Elə insanlar var ki, sərbəstdirlər, amma o qədər özlərini topardırlar, yığcam, aparırlar, yəni ki, yerli yerində. Amma elə insanlar var ki, onlara bir balaca sərbəstlik verirsən, onlar aləmi qatırlar bir-birlərinə. Məsələn, mən bugünkü gündə bəstəkar kimi, şair kimi, əgər mən yenilikçiyəmsə, mən nə qədər sərbəstəmsə, mən öz çərçivələrimizi qoyub saxlamışam. İstər bəstəkarlıqda, istər şairlikdə, istər mənim geyimimdə, istər hərəkətlərində, istər danışığımda. Yəni ki, həmişə mən öz adət-ənənəmizə uyğun öz hərəkətlərimi bilmişəm. Sizi narahat edən yəni ki, bir stereotiplər var da. Hansı stereotiplər var ki, tamaşaçı hələ onu aşa bilmir? Mən tamaşaçımdan çox razıyam. Hətta mən düşündüyümdən də fikirləşmişəm ki, ay Allah, bunlar nə qədər dərindirlər. Mən bu dərəcədə düşünməzdim də, yəni sevindirib məni.
arzu edirəm ki, konsertlərimiz çox olsun. Yəni ki, musiqilər danışsın, əsərlərimiz danışsın. Ehtiyac yox deyə danışmağımıza. Çalışmalıyıq ki, bizim hər zaman bizə çoxlu konsertlər. Mən insanlardan xahiş edirəm ki, o YouTube kanalında otururlar, bütün günü danışırlar, insanlara ağlı verirlər. Yığılsınlar, istedadlı sənətkarlar üçün konsert eləsinlər. Konsert. Bugünkü gündə mən konsert eləmək istəyirəm. Misal üçün, bizi kimi sənətkarlara qoy Mədəniyyət Nazirliyindən göstəriş verilsin ki, ildə heç olmasa bir dəfə Heydər Əliyev sarayında konsert verginə. Məcburi. Yəni, əgər mən bugünkü qədər əməkdar artistəm, düzdür? Mənim imkanım yoxdur ki, mən gedim 20.000 ödəniş arendaya verim, konsertim yoxdur da imkanım, hə? Siz mənə bunu edin. Əgər mən və bir neçə istedadlı bəstəkarların imkanı yoxdursa, demək, onlar konsert etməməlidirlər. Məsələn, kiminsə ödəniş pulu varsa, o gəlib konsert edəcək. Axı, 5 ildə, 2 ildə, 3 ildə bir dənə konsert çox azdır. Biz ildə ən azı 2-3 dəfə konsert verməliyik böyük salonlarda. Xarici ölkələrdə elədim. Bunun üçün də məni məcbur etməlisiniz. Mən və məni kimiləri. Ki, get konsert ver, göstərsən. Bəs bu mahnıları mən kim üçün yazmışam? Harada bunlar oxunacaq? Bu əsərlər harada ifa olunacaq? Yəni, biz bəstəkarların, yəni ki, əsl sənətkarların belə bir, yəni ki, arzusu var. Mən indi konsert verəndən sonra 2 il, 3 il o konsertin borcunu ver, ay nə bilim, evimi banka qoy, qırqızılımı banka qoy. Satmısınız konsert verir? Bəli, əlbəttə ki. Yəni, bu baxımdan hər şey göründüyü kimi deyil. Mən arzu edirəm ki, bizim incəsənətimizdə bəzi qayda-qanunlar inşallah ki, olar. Mənə rəhmətli Qədirə Paşayeva deyirdi ki, Elza, verilişlərə də gedmə, vaxtını çox itirmə. Çünki Azərbaycanda 3 yazan varsa biri sənsən. Millət vəkili, sən deyir, vaxtını yazmağa həsr elə gələndə. Yəni, Tahir Əkbər kimi bizim böyük bəstəkarımız da sağlığında deyirdi ki, indi qalanlardan bəstəkarlar, indi bu dəqiqə, əsl bəstəkarlar bu dəqiqə barmaq sayı qədərdir. Həm simfonik musiqi bəstələsin, həm mahnı janrı, həm estrada janrında, həm caz janrında, həm etnik, həm şaman. Yəni, bütünlükdə budur, bir orkestr adam kimi, həm ifaçı. Yəni, mən çox xahiş edirəm, rica edirəm ki, yəni, heç olmasa, yəqin ki, burada mən sözümü eşidəcək Mədəniyyət Nazirliyi, mən konsert vermək istəyirəm. Çünki mən 2018-ci ildə Heydər Əliyev sarayında konsert verəndə, Allah rəhmət eləsin, Fərhad müəllim özü gəldi, dedi ki, indiyənə qədər Heydər Əliyev sarayında belə konsert olmayıb. Düzdür, texnika ola bilər, işıqlar ola bilər, amma musiqi tərzindən gedir, janrdan gedir. Dedi, mən bilsəydim bu konserti özüm eləyərdim, 3 gün anşlaq olardı da, yəni. Sonra Əhməd Orucov da orada dedi, olub 79-cu ildə Rəşid Behbudovun konserti olub, o da o Salam Azərbaycan adı altında bütün dünyanı gəzib. Orada mənim konsertimdə musical da var idi, mənim konsertimdə rəqs də var idi, aşıq janrı da var idi, aşıq musiqisi, vətənpərvər mahnılar, rəqslər, yəni ki, hər bir şey, tək canıma onu etmişəm. Hələ də mən onun borcundan çıxa bilməmişəm. Neçənci ildə vermişsiniz? 2018-ci ildə. Misal üçün deyirəm də, yəni onun fəsadları hələ də qalır. Yəni ki, borcundan çıxsam da belə, mən banka qoymuşam zinət əşyalarıma. Mən cəmaatın borcunu verirəm, amma öz bankdan çıxa bilmirəm axı. Yəni ona görə demək istəyirəm ki, belə soruşma ayıb olmasın, nə qədər pul götürmüşsünüz, nə qədər xərc çəkmişsiniz bir konsertə? Mənim konsertə bir 70 minə qədər xərc çıxdı. O boyda Dalğa qrupu, İran, Təbrizdən Dalğa Aşıqlar qrupu gəlmişdi, kamera orkestri, estrada orkestri, rəqs kollektivləri və mənim özümün geyimlərim, mənim bir dənə paltarı belə 300 metr Nəsimi Divanı adlanan 300 metrə bir parçadan paltarım yəni ki, hazırlanmışdı. Yəni ki, pantomima teatrı, mən 2 dəfə estrada mahnılarımda pantomima teatrı mən gətirmişəm öz mahnılarımı. İndi maşallah görürsünüz, hamısı öz kliplərində, öz konsertlərində istifadə edirlər. Yəni, bunların hamısını ilk mən etmişəm, hamısını. O bir məsələ var, deyir, sağlığına qiymət verin insanlara. Ona görə, mən ona görə demək istəyirəm ki, mənim kimi adamın konsertini əgər etsələr də, ondan dövlətin, bu teatr rəhbəri də qazanar. Gəlin, görün, siz bir dənə bu qədər evlər tikmişsiniz də, yəni Allah xeyir eləsin. Əsl ev bilirsiniz nədir? Əsl ev vətən üçün, incəsənəti üçün bir şair üçün bir kitab çıxartmaq,
bir bəstəkarın bir kitabını çıxartmaq. Yəni ki, hamını biz elə dövlətə deyirik ki, dövlət mənə büdcə ayırsın, Mədəniyyət Nazirliyi. Əlbəttə ki, bu indi illər keçəcək, bunu edirlər. Amma bugünkü gündə mən o qədər işlər görmüşəm ki, təkdə, yəni həm maddi, həm mənəvi, həm fiziki, həm yaradıcı tərəfdən, yəni də əgər mən bunu edirəmsə, yəni görün onda sizin bəzi insanlar var ki, onların imkanları var da, yəni onlar bunu çoxdan etməli idilər də, yəni. Mən əgər bu qədər istedadlara kömək oluram, onların yaradıcılığında, yəni ki, belə dəstək oluramsa, əlbəttə ki, imkanlı adamlar bunu edə bilərlər. Yəni imkanlı adamlar götürsünlər bir dənə istedadlı bir müğənnini, bir dənə konsertini eləsinlər də, kənardan sonra baxsınlar, sonra da qazansınlar. Qazana bilmirlər, binaları tikiblər, evi tikiblər, qazana bilmirlər, hə? Amma musiqidən qazanarlar. Bu bir həm təmiz, həm zövqlü, həm də qazancıqlı bir işdir. Amma baxır kimə də, hər adamın konsertini demirəm, ha. Məsələn, mənim kimi adamın konsertini etsələr, mənim kimi adamın konsertini etsələr, qazanarlar, həm savab qazanarlar, həm hörmət qazanarlar, həm dünyanı gəzərlər, həm də savab qazanarlar ona görə ki, Azərbaycanın bir, necə deyək, dahi bir musiqisini, yəni dünyada musiqidən qüvvəti nə var ki, keçmiş Sovetlər Birliyində bizim bəstəkarlarımızdan nə qədər Qara Qarayev və Arif Məlikov, Üzeyir Hacıbəylinin əsərlərini nə qədər onlar həm hörmət, həm də maddi vəsait qazandı keçmiş Sovetlər Birliyində. Hətta Arif müəllimin maşınını Yaponiyadan ona göndərmişlər, Arif Məlikovun. Yəni demək istəyirəm ki, əlbəttə Arif Məlikovun sağlığında Məhəbbət Əfsanəsi baleti 63 ölkədə qoyulsa da öz vətənində qoyulmamışdı. Təsəvvür edirsən, Arif Məlikovun Məhəbbət Əfsanəsi baleti. O rəhmətə gedəndən sonra dövlət başçımız, Allah canını sağ eləsin, birinci vitse-prezidentimiz Mehriban xanım, Allah onlara can sağlığı versin. Yenə də balet səhnəyə qoyulanda pandemiya oldu. Dayandı, görün ha. Qismətə bax. Sonra pandemiya bitəndən sonra axır ki səhnələşdirildi. Məhəbbət Əfsanəsi baleti, ruhu şad olsun Arif Məlikovun. Yəni demək istəyirəm ki, el gücü, sel gücü. Bəzi insanlara buradan deyirəm ki, doğrudan da bəsdir, dayı pulu boş yerə xərclədiniz. Yəni, lazımlı yerə xərcləyin, lazımlı yerə. Xərcləyin və qazanın. Bir xərcləyin, 5 götürün. Sizdə son olaraq o məşhur mahnınız var. Mən o mahnını uşaq vaxtından çox sevirdim və uşaq vaxtından dinləyirdim. Həsrət nəğməsi. Ondan bir zümzümə istəyərəm. Həsrət nəğməsi, mən onu bəstələmişdim 2006-cı ildə. Sən neçə yaşın vardı 2006-2007-də? Mən onda deyəlim ki, 8-9 yaşım var idi. Sən Allah, ay Allah, görək. Gözümüzün qabağında bu Nazim böyüdü. Mənim yadımdaydı sən televiziyaya gələn vaxtlar, necə məsuliyyətli, necə belə hər şeyə belə maraq göstərdin. O, bax, o sənin, necə deyərlər, öyrənmək. İnsan nə qədər öyrənir, beşikdən məzara qədər öyrənmək lazımdır. Qənirə xanımın Həsrət nəğməsi. Allah ona rəhmət eləsin. Ramalı öpürəm buradan, gözəl oxudu Ramalı onu. Nuriyə xanım da oxuyub, Natavan Həbibi də oxuyub. Nuriyə xanım bizim əməkdar artistimiz Nuriyə Hüseynova. Düşünmə ki, axtarmıram, düşünmə ki, soruşmuram, düşünmə ki, gözləmirəm. Səni mən, səni mən, səni mən, səni mən. Arxandayam kölgə kimi, yanındayam nəfəs kimi, ah bir səs kimi, o mənəm mən. Gözləməkdən bitdim, özləməkdən bitdim, gündüz gecə özümü aldatmaqdan bitdim, inan, inan. Daha mən, inan, inan daha mən, inan, inan daha mən. Təşəkkürlər. Amma burada piano da görürəm. İstəyirəm bir ora gedib toxunu.
səni məndən almayaydı bu son vida, bu son görüş. Açılmasın qoy bu səhər, gətirəcək mənə kədər. Ürəyimi söküb didər. Bu son vida, bu son vida, bu son vida, bu son görüş. Acı xatirən qalacaq, yenə qəlbin dolacaq. Səni məndən qoparacaq. Bu son vida, bu son vida, bu son vida, bu son görüş. Yalvarıram, gəlmə sabah, ayrılığın olub agah, işlədəcək böyük günah. Bu son vida, bu son görüş. Kəş bu görüş olmayaydı, güllərimiz solmayaydı. Səni məndən almayaydı bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, güllərimiz solmayaydı. Səni məndən almayaydı bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, güllərimiz solmayaydı. Səni məndən almayaydı bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlərimiz solmayaydı. Səni məndən, məni səndən almayaydı bu son vida, bu son görüş.